Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, çox yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Bugün həftəlik açılımla qarşınızdayım. Gəlin baxaq görək 7 və 14 aprel tarixlərində bizi nə gözləyir? Nə yenilik olacaq? Həftəmiz monoton mu keçəcək? Buna baxaq, bunu öyrənəcəyik. Hər zaman olduğu kimi 3 variant olacaq. Videom sırf izləyicilərimə aiddir, kənar şəxslər izləməsin. Çünki sizə heç bir halda mən enerji ötürmürəm. Sizlə heç bir halda təmasa keçmirəm. Yəni videomu izləməyin zəhmət olmasa, bir də videomun altından artıq azalıb görürəm. Başqa rəqəmlər yazmayın, çox xahiş edirəm. Mənim enerji kodum hər bir insan olduğu kimi, yəni bunu qızlar da təsdiq edə bilər. Mən 3-7-3 enerjisi ilə uyumlanan qızlarımız var. Bunu artıq 4-cü ildir, 5-ci ilə keçir ki, bunu artıq qızlarımız fərqindədirlər və mənlə uyumlanırlar deyə videolarımı izləyirlər. Əgər siz də uyumlanırsınızsa, çəkdiyim opşi ümumi açılımlarda özünüzə məxsus, özünüzə xüsusi bir şey görürsünüzsə, dediklərim həyatınızda aktiv olursa, izləməyə davam edin. Yoxsa ki, yəni boşu-boşuna nə gəlib izləməyin, nə də ki, başqa rəqəmlər yazmayın. 3 variant olacaq hər zaman olduğu kimi. Kartlarımızı qarışdırdıq və baxaq görək. Hansı dəstəni seçsəz sizin üçün daha uyğun olar. Yəni özünüz bunu hiss eləməlisiniz. Üzərinə bir şeylər qoyacağım. Əlimin altından nə tapsam onu da qoyacağım. Həyatınız hər zaman bu şokoladlar kimi şirin olsun. Hansı ilə daha çox uyumlanırsınızsa, xanımlar və bəylər, izləyicilərimin çoxsu xanımlar olduğu üçün sizi müraciətən deyirəm mən. Baxın, görün, hansı ilə daha çox uyumlanırsınızsa onu da seçin. Kim birinci variantı seçibsə, gəlin baxaq görək. Həftəniz necə olacaq? Monoton mu keçəcək, yoxsa yeni bir xəbərlər mi alacaqsınız? Yeni bir hadisələr mi baş verəcək? Pis, yaxşı, siz artıq bunu bilirsiniz. Yəni, heç nəyi gizlətməyəcəm sizdən. Nə varsa onu da deyəcəm. Çünki bu ömür boyu həyatımız deyil. Sadəcə bir həftəlik bir müddətdə ona baxarıq. Baxaq görək nə olacaq. Baxın, sizə belə bir şey deyim. Ani momentdə sevdiyiniz insandan ayrıla bilərsiniz, dalaşa bilərsiniz. Və üstündən bəlkə də heç bir gün keçməyəcək. Bəlkə də heç bir saat keçməyəcək. Bir də baxacaqsınız ki, ondan ya mesaj gəlib, ya zəng gəlib, ya deyəcək görmək istəyirəm səni, ya deyəcək ki, əlim dəyib, nəsə bir bəhanə ilə də olsa sizə yazacaq. Bunu deyirəm, ümumi olaraq qalsın yadınızda. Hər hansı bir işə getmək istəyirsinizsə, çünki mən əksəriyyətinizin ya işdən çıxma düşüncəsi olduğunu görürəm. Ola bilsin ki, hər hansı bir yerdə işləyirsiniz, oradan çıxıb başqa bir yerə getmək istəyirsinizsə, çox super çıxır. Əgər hansısa bir, yəni var olan bir yer varsa, oradan çıxıb gedə bilərsiniz. Çox qəşəng, uğurlu da çıxır. Yox, əgər beyninizdə var ki, çıxaram, sonra iş taparam, yenə də tapacaqsınız, işsiz qalmayacaqsınız. Amma iş deyirsinizsə, çıxma düşüncəviz varsa və əl altından iş tapmışsınızsa, bilirsiniz ki, buradan çıxandan sonra başqa bir yerə gedəcəm, orada mənim yerim hazırdır. Çox super bir formada, yəni belə deyim də, o işdən çıxan kimi sizə mesaj, ya xəbər, ya nə bir məktub, nəsə bir şey gələcək ki, siz o işə dəvət alasınız. Əgər məhkəməsi olanlar varsa, mütləq formada, %80 deyim, %100 mənim onsuz da biləcəyim bir şey deyil. Çünki Allahdan başqa heç birimiz, heç bir bəndə istir varlıq, heç kim yəni %100 nəticə verə bilməz. %80-90% ehtimalla əgər məhkəməviz varsa, sənəd işiniz varsa, alınan bir şeydir, narahat olmayın. Belə, yəni bəzilərinizdə dediyim kimi ayrılıq yaşaya bilərsiniz, amma çox qısa bir müddət, çox qısa bir tarixçə. Yəni heç qısa da olmayacaq da, amma ayrılıq yaşayırsınızsa, yəni hal-hazırda ayrısınızsa artıq siz o insandan 8 saat, yəni çox tez bir vaxtda da, yəni bu dediyim ayrılıq var. Yəni bəlkə də bu ayrılığı siz yaşayırsınız. Bu videonu girib izləyəndə siz artıq ayrı olacaqsınız və yaxud da ki, ayrılmış olacaqsınız. Çox tez bir zamanda videonu izlədiyiniz andan 1 saat keçməmiş, 1 saatla 8 saat arasında sizə vaxt verirəm ki, o insandan sizə addım gələcək. Belə, birinci variant getdi. Hər zaman 3-7-3 enerjisi, dilimdə dolaşdı, bilmirəm niyə. 3-7-3 enerjisi həyatınızda aktiv olsun. İnşallah gözəl izləyicim. Baxaq görək ikinci variantı seçənlər sizdə nə görünür, nə olacaq. Baxaq həftəmiz necə olacaq, necə keçəcək. Zəhmət olmasa videonu bəyənin.
gözəl izləyicilərim, gözəl insanlar. Baxım görün videonu axıra qədər kim izləyəcək. Axırda bir söz deyəcəm. Həmin o sözü kommentariyada yazarsınız. Yaxşı. Baxım görüm kim axıra qədər izləyəcək. Əslində bilirəm ha, yəni artıq mən sizi bilirəm. Hansı izləyici daimi izləyicidir, hansı yox. Axırda bir söz deyəcəm, onu kommentariyada yazarsınız. İkinci variantı seçənlər. Xəyalpərəst qızlarım mənim, xəyalpərəst. Əslində soyuqqanlı görünüb də o olmayan insanlar. Daha çox hava ünsürü olma ehtimalınız böyükdür. Çox soyuqqanlı bir insansınız. Yəni bilirsiniz necə? Soyuqqanlı görünməyə çalışan, amma çox duyğusal bir insansınız. Əslində o duyğusal yanınızı göstərən bir tərəf deyilsiniz. Çox xəyalpərəst, çox keçmişdə dost olduğunuz insanlara önəm verən, nə bilim, sizə yaxşı olan, yaxşılıq eləyən insanları unutmayan bir şəxssiz, bir kəssiz, belə deyim, bir gözəl bir insansınız, belə deyim. Ehtiyatlı olun. Kiçik bir müdaxilə yaşaya bilərsiniz həyatınızda. Kiçik bir müdaxilə. Bu sevdiyiniz insandan da ola bilər. Belə bir şey deyim, sevdiyiniz insan, məsəl üçün siz soyuqqanlı kimi görünürsünüz, amma əslində elə deyilsiniz. Amma bu şəxs konkret olaraq soyuqqanlı bir insandır. Sevgisini çox bəlli etməyən bir insandır. Siz hiss etmərsiniz ki, o insan sizi sevir, ya sevmir. Yəni bunu çox da bəlli edən bir şəxs deyil. Soruşsan da deyər ki, mən sevgimi göstərən bir insan deyiləm kimi cümlələr qurar. Yəni belə bir şəxsdir, belə bir insandır. O insanla da, yəni bu həmin insana da aid ola bilər, başqa bir insanla da bir müdaxilə, bir problem, bir çaxnaşma və yaxud da ev satmaq istəyirsinizsə, belə bir xüsusilə də alqı-satqı məsələsində biraz problem yaşaya bilərsiniz. Ola bilsin alıcı ilə yaşaya bilərsiniz və yaxud da ki, ailə içi bir müdaxilə mi deyim, nəsə bir münaqişə mi deyim, belə bir şeylər yaşaya bilərsiniz. Təbii ki, bu bir həftəlik bir müddətdir. Çox da fikir vermirsiniz. İşlə bağlı mən sizi belə bir insan kimi görürəm ki, sanki ağlınızda bir iş var, ona doğru yönəlik getmək istəyirsiniz. Yəni düşüncəvinizdə bir iş var. Sadəcə olaraq mən hələ ki alınmasını görmürəm. Birinci variantda dedim, gördüm dedim, amma sizdə hələ ki görmürəm onu. Yəni çalışırsınız, vuruşursunuz özünüzü ora-bura, yəni hər bir necə deyim, yoldan keçirsiniz yaxşı mənada ki, beynimizdə bilmirəm, nə işiniz varsa və yaxud da ki, nəsə bir bankdan mı pul götürmək istəyirsiniz, nəsə ağlınızda bir planınız var ki, onu həyata keçirmək istəyirsiniz. Hələ ki görünmür. Hələ ki görünmür. 5-li bir tarixi keçək, 5-li bir zamanı keçək. İnşallah ki 5-ci gündür bu. 5-ci günü keçəndən sonra inşallah, yəni 6 günlük işləyən banklar da var. Əgər pul götürmək istəyirsinizsə və yaxud da başqa bir işiniz varsa, 6-cı gündə əldə edə bilərsiniz. Amma 5-li bir zamanı keçmək lazımdır. Belə. İkinci variant da belə getdi. Bəyənməyi unutmayın, zəhmət olmasa. Üçüncü variantı seçən gözəl izləyicilərim. Baxaq görək sizdə nə görünür, sizdə nə olacaq. İstər yaxşı, istər pis. Bir dənə bunu deyim, bu kart özü düşdü. Sizə yeni bir tanışlıq görünür həyatınızda. Fərqi yoxdur, qız da ola bilər, oğlan da ola bilər. Əgər onun izi tozu gəlirsə, görürsünüzsə, hiss eləyirsinizsə, kimsə sizə baxırsa, kimsə nəsə söz göndərirsə, yeni tanışlıq görünür, bunu deyim. Bu işlə də bağlı ola bilər. Hansısa bir işə gedib, yeni bir insanlarla tanış da ola bilərsiniz. Kart özünü atdı, mən də istədim bunu izah edeyim. Hər zaman eləmirəm, amma bəzən hiss edirəm ki, orada nəsə demək istəyir kart, ona görə sizə izah verirəm. Baxaq görək. Üçüncü variantı seçənlər. Görək sizi nə gözləyir, sizdə nə olacaq. Belə deyim, ailənizlə harasa yol ala bilərsiniz, harasa gedə bilərsiniz. Bu toy da ola bilər, toya çağırıla bilərsiniz və yaxud da məclisə çağırıla bilərsiniz. Yəni ailəvi bir yerə getməyiniz görünür. Əgər yoldaşınız varsa və yaxud da ki, yoldaşınız qədər sizə vacib, önəmli, doğma bildiyiniz bir insan varsa, bununla da harasa gedə bilərsiniz. Amma bunu bir xüsusi olaraq vurğulayım. Həyatınızda bir insan varsa, o insanla ayrısınızsa, sizin üçün çox darıxır. Əgər ayrısınızsa, danışmırsınızsa, belə deyim, yəni qətiyyən aldadan insan deyil, yəni saf da deməzdim, amma sizə qarşı duyğuları olan bir insandır. Daha çox bu duyğuları doğmalıq duyğularının üstündə kökləyib. Yəni sizə qarşı bir doğmalıq hissləri var bu adamın. Sizdən ötürü çox darıxır bu adam. Addım atacaqmı?
50% ehtimalla addım ata bilərsiniz, amma 50% ehtimalla da atmaya bilər. Çünki mənə dəqiq bir, məsəl üçün birinci variantda dedim ki, 80% ehtimal, 80% çox bir ehtimaldır. Mən heç vaxt %100 nəticə, istər şəxsi baxımlarımda, istərsə də, yəni burada heç bir videomda görə bilmərsiniz ki, mən %100 nəticə deyim. Çünki mən %100 nəticə deməyi sevmirəm. %50% ehtimalla addım atacaq bu insan sizə. Niyə? Çünki darıxır sizin üçün. %50 isə bu insan qürur eləyəcək, addım atmayacaq. Amma bunu bilin ki, 50% insanlarda yox. Çoxluq hissədə bu insan sizin üçün darıxır. Sadəcə addım atmağını deyirəm ki, 50% addım ata bilər, 50% ata bilməz. Amma bunu ağlınızın bir ucunda saxlayın ki, bəlkə də bu insana kobud bir söz demisiniz, xoşa gəlməyən bir şey, nə bilim cümlə işlətmisiniz, xətrinə dəymisiniz, qəlbinə toxunmusunuz, qüruruna toxunmusunuz, belə deyim. Elə bir ona görə addım ata bilmir. Bilirsiniz necədir? Əgər hər iki tərəfdə subaydırsa, bu insan sizi öz qisməti və Allah Taala tərəfindən göndərilmiş bir hədiyyəsi kimi. Yəni sizə çox böyük bir inamı var bu adamın. Yenə deyirəm, əgər hər ikiniz də subaysınızsa, evlilik düşünürsünüzsə və yaxud da ciddi bir münasibət düşünürsünüzsə, bu adam sizdən doğrudan da ciddi bir münasibət düşünür. Dediyimi yadınızdan çıxartmayın. Əgər yoldaşınız varsa və yaxud da ki, ailə qurub boşanmısınız. Mən boşanmış insanlara heç bir pis söz demirəm. Amma danışdığınız oğlan sizdən 10 yaş, 15 yaş balacadırsa, bunları mən şamil edib demirəm. Sadəcə uyumlu bir çiftsinizsə, uyumlu bir insansınızsa və ciddi bir yolda irəliləyirsinizsə, bu insan sizinlə doğrudan da ciddi bir münasibət qurmaq hayındadır. Belə deyim. İş təklifi gözləyənlər. Mən belə bir şey deyim, öz peşmançılığınızı yaşaya bilərsiniz. İşdə öz peşmançılığınızı yaşaya bilərsiniz. Bu nə deməkdir? Yəni, işdə elə bir addım ata bilərsiniz və yaxud da çıxmaq istəyirsinizsə işdən, bunun sonradan peşmançılığını yaşaya bilərsiniz. Bunu konkret olaraq deyirəm. Və yaxud da ki, işdə elə bir söz deyə bilərsiniz ki, kiməsə bunun peşmançılığını yaşaya bilərsiniz. Ümumilikdə konkretləşdirib belə bir şey deyim ki, bir peşmançılıq yaşamağınızı görürəm. İş həyatınızda, karyer həyatınızda bir peşmançılıq yaşamağınızı görürəm. İş qurmaq istəyənləriniz varsa, ailə tərəfindən sizə dəstək gələcək. Maddi köməklik də ola bilər bu ki, yəni sizə bir dəstək, bir köməklik gələcək. Belə. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkür edirəm. Yaxşı ki, varsınız, var olasınız. Və sonda deyəcəyim söz, mən sizi çox sevirəm. Yaxşı ki, varsınız. Yaxşı ki, mənim izləyicilərimsiz. Kim axıra qədər izləyibsə, zəhmət olmasa yazsın kommentariyada. Axırıncı dediyim söz, mən sizi çox sevirəm. Özünüzə yaxşı baxın, sağ olun.